Uşaqlarla Maldivlərə səyahət neçəyə başa gəldi? Bəyaz, təmiz qum, mavi dəniz və ömürlük unudulmayacaq emosiyalar. Gəlin sizə səyahətimizdən danışım. 6:30-da transfer bizi götürdü. Uzun 3 saatlıq yoldan sonra belə bir marinaya gəldik və hamımızı gəmiyə qaldırdılar. Turun qiyməti uşaqlar üçün 20 dollar, böyüklər üçün 26 dollar idi. Tura daxil idi oteldən transfer, 3 adada dayanacaq və yeməklə çay. İlk dayanacağımız Amerikanskaya buxta adlanırdı. Tərcüməsini bilənlər varsa rəylərə yazsın. Bura bizi göy, təmiz dənizlə qarşıladı. Nərgiz, mən və bacım suda delfin gördük. Nərgizə Maldivlərdə delfin var deyə söz vermişdim. 1 saat bu adada zaman keçirdikdən sonra bizi yemək gözləyirdi. Menyuda balıq, nugget, makaron və salat var idi. Bir də qarpız verirdilər. Sonra gəmi belə bir yerdə dayandı və burada şəkil çəkdirməyə icazə verirdilər. Bir də burada Titanic'in mahnısını qurmuşdular. Hər kəs mahnı oxuyurdu. Bu səyahəti uşaqlara hədiyyə edə bildiyim üçün çox şanslıyam. Böyüyəndə uşaqlıq yaşlarından yada sala biləcək gözəl xatirələr olsun istəyirdim. Bu tətili onlara hədiyyə etməkdə bloqumun payı çoxdur. Məhz bloqum və SMM sayəsində bu gün onlar bax belə xoşbəxtdir. Bütün tələbələrimə və izləyicilərimə bu şansı yaratmaq üçün illərdir təlimlər deyirəm. SMM təlimləri yaxınlarının və sənin həyatını bax belə dəyişə bilər. İyul təliminə qeydiyyatlar başlayıb həyatını dəyişmək istəyirsənsə indidən yerini tut. İkinci məkanımız Rayskaya buxta idi. Birinci biz elə bildik ki, elə bura Maldivlərdir, amma sən və Maldivlər bizi qabaqda gözləyir. Uşaqlar çox əylənirdi. Hətta mənlə Makruh 2 dəfə gəmidən suya hoppanmışıq, amma onun videoları təəssüf ki yoxdur. Amma qorxularımıza qalib gəldiyimizi deyə bilərəm. Buradan sonra isə Türk Maldivləri adlanan böyük adaya gəldik. Türkiyədə getdiyim bütün turlar arasında məhz bu turu sizə tövsiyə edirəm. Həm Maldivləri görmüş olacaqsınız, həm çox bomba şəkil və videolar çəkəcəksiniz. Maldivlərdə olan biri kimi deyə bilərəm ki, suyu doğrudan da Maldiv qədər təmiz idi. Səhər 6:30-da çıxıb axşam 7-dən sonra qayıtdıq. Bəs siz Türkiyəyə gəlsəz hansı turu seçərdiniz?